Mən sizə bugün antibiotiklərlə bağlı danışmaq istəyirəm ki, antibiotiklər və antibiotiklərin əsas direns mexanizmaları nələrdir? Səsim yaxşı gəlir, doktor? Bəli, doktor, biz sizi qəşəng bilirik. Əslində antibiotik direnci deyə bilərik ki, bir pandemiyadır və son zamanlar həm infeksionistlərin, ən çox onların dahiliyyəçilərin, terapevtlərin və digər mütəxəssislərin dünyaya hayqıraraq dediyi bir məsələdir, antibiotik direncinin əmələ gəlməsi. Və ümumiyyətlə antibiotiklərin kəşfi dünyada bir inqilab olmuşdu, belə deyək. Hər biriniz bilirsiniz ki, ilk antibiotik pensilin qrupu olubdu və yəni bunun kəşfi 45-ci ildə ilk kəşfi olub, sonra 56-da deyəsən təsdiqlənib. Biraz orada tarixi səhvdə deyə bilərəm, amma 45-də onu bilirəm ki, kəşf olunub müharibə zamanı və bu bir hansısa bir yaralanmış bir əsgərin sağlıqlı bir şəkildə evinə dönməsi demək idi. Çünki ən çox ölümlər baş verirdi infeksiyalardan. İnfeksiyaların sepsis əmələ gətirməsi və yaxud da yaralanmaların infeksiyalaşması bu şəkildə olurdu. Ölümlərə gətirib çıxara bilirdi və pensilinlərin kəşfi bir çox ölümlərin qabağını ala bildi. Amma məsələn, statistik məlumatlara görə antibiotiklərin uyğunsuz olaraq istifadə olunması bu antibiotiklərdə direnc mexanizmini əmələ gətirir və 2050-ci ildə statistiklə 10 milyona yaxın insanın yəni antibiotik direncindən ölümü gözlənilir. Əgər bu şəkildə davam edərsə. Yəni siz niyə görə ona görə pandemiya deyirik? Məsələn, bir dənə Covidin pandemiyası zamanı 2-3 ilin içində 3 milyon insanın dünya üzrə ölümü baş verdi. Yəni biz bunu pandemiya adlandırırıq. Təsəvvür etsəz ki, bir ilin içərisində 50-ni deyirəm, 10 milyona qədər ölüm nə deməkdir? Məsələn, bir şey var idi, bir dahiliyyəçi var. Meropenemin kəşfindən sonra məsələn deyir ki, artıq bizim yəni infeksiyon xəstəliklərdə qələbə çaldıq, artıq heç bir şeyə ehtiyacımız yoxdur, heç bir başqa bir molekulaya ehtiyacımız yoxdur deyə demişdi. Bunları ataq bir qırağa, yəni bütün infeksiyon xəstəliklər kitabını belə kənara atmışdı. Amma yəni hal-hazırda bizim bu gətirdiyimiz, gəlib çıxdığımız vəziyyət, yəni onun da yanıldığını göstərir əslində. Məsələn, öncə nədən demək istəyirəm? Yəni özünüz, siz daha məndən yaxşı bilirsiniz, çünki sizin fikirləriniz, yəni sizin yenilənmiş bir vəziyyətdəsiniz ki, mikroblar nədir, mikrobiologiyadan keçirsiniz, farmakologiyada falan bəzi bu antibiotik məsələsində bilirsiniz ki, məsələn, mikroblar əslində lazımlı olan, orqanizmə lazım olan və ümumiyyətlə həyatımız üçün, dünyamız üçün lazımlı olan bir canlı orqanizmidir və bunlarda müxtəlif qruplar var. Sadəcə çox uzatmaq istəmirəm. Azot sabitləyiciləri var, bilirsiniz ki, torpaqların bəslənməsində. Sonra hamımızın bildiyi Saccharomyces var ki, çörəyi məsələn mayalanmasında istifadə olunur və yaxud da ki, qatığın əmələ gəlməsidir, pendirin əmələ gəlməsi, yəni bunlar bizə lazımdır. Petroparçayıcılar da var, sonra özü antibiotik ürətənlər var, bir çox yəni belə bunlar var, bununla sizi yormaq istəmirəm, mikrob orqanizmləri var, bura sonra dönəcəm. Yəni, amma antibiotik direncini bilmək istəsəz ki, nədir? Yəni, yəni bu da bir orqanizmdir də, mikroorqanizmdir və mikroblar. Onlar da hansısa bir antibiotika qarşı özünü həyatda saxlamaq kimi bir funksiya ürətirlər. Yəni, onlar çox tez-tez bölünən mikroblar, o ən kiçik canlı orqanizmlər gözlə də deyirik, görünə bilmirik, çox sayda sürətli olaraq bölünə bilirlər. Bölünüb çoxala bilirlər və hansısa bir antibakteriyal bir mexanizmə, özləri bir mexanizm oluştururlar. Hansısa bir antibakteriyal ilaçlara qarşı, dərmanlara qarşı. Çünki bu mikrobların tək bir dərdi var, həyatda qala bilmək. Yəni, Allah bu şəkildə yaradıbdır. Ona görə də indi sonra da danışacağım. Doğal deyə bir direnç mexanizmi var. Bir də sonradan gəlişmiş antibiotikin direnç bir mexanizması var. İlk dəfə 85-də dedilər direnç mexanizmasını ortaya çıxartdılar. Və ona görə də belə bir deyək ki, Avropa dekabr ayında hər zaman antibiotikin farkındalıq gününü qeyd eləyir.
ki bizim də bunun farkında olmamız çox önəmlidir. Əsas nəyə toxunmaq istəyirəm? Yəni gərəksiz antibiotik işlədirikmi? Əlbəttə ki, işlədirik. Həm xəstəxanalarda çox bir şəkildə, həm ümumiyyətlə evlərimizdə, ailələrimizdə bir balaca qızdırma olan kimi, bir balaca temperatur olan kimi həmən antibiotikə əl atırıq. Nə qaybə eləyərik? Əlbəttə ki, çox şey qaybə eləyərik. Bu məsələyə toxunmaq istəyirəm. Və siz bir klinisyen kimi, yəni gələcəkdə bir həkim kimi, bir klinisyen kimi ən çox antibiotik istifadə edərkən nəyə düşünmək, nəyə baxmaq lazımdır? Birinci növbədə infeksiyanın şiddəti. Məsələn, baxırıq. Şiddətli bir mexanizmlə gedirsə, bu zaman bizə antibiotikin istifadəsi lazımdır. Məsələn, temperatur artıq 3 gündən artıqdır, temperatur davam eləyir. İnfeksiyaya məxsus olan əlamətləri var, toksikasiya əlamətləri var. Artıq bakteriyalaşmış bir məsələdir. Məsələn, virallarda bir də görürük ki, yuxarı tənəffüs yollarının viral infeksiyalarında həmən antibiotikə əl atılır. Ya bu doğru bir şey deyil. Əgər bu yuxarı tənəffüs yollarında və yaxud aşağı tənəffüs yollarında bakteriya ilə infeksiyalaşarsa, biz antibiotikə əl ata bilərik. Yoxsa ki, yəni virala qarşı verdiyimiz hansısa bir simptomatik müalicələr çox da özünü gözəl əhəmiyyətli şəkildə göstərə biləcəkdir. Antibiotika ondan başqa. Bəli. Çox üzr istəyirəm, sözünüzü kəsirəm. Siz slaytları çevirirsiniz orada. Gəlmir. Slaytlar çevrilmir. Çevrilmir. Xeyr, çevrilmir. Hayır, çevirirəm. Çevrilmir, indi belə. Xeyr, çevrilmir. Aha, indi çevrildi doktor. İndi çevrildi. Bəli, doktor. Ampirik tədavidədir slayt. Aha, indi bir dənə onu geriyə çəkim. Buradan da tanışacaqdım. Buradan. Nasıl? Keçirmək üçün məsələn, önə keçirəcəm. Gəlib bunun üstünə basır. Burada nəyi anlatırdım? İnfeksiyonun şiddətinə əsasında nəzər salmaq istəyirik. Antibiotiki başlayarkən dediyim kimi. Sonra antibiotikin özəlliklərinə fikir vermək lazımdır. Özəllikləri deyəndə nə? Məsələn, seçdiyimiz antibiotik qram müsbətləri necə təsir göstərir, qram mənfiləri necə təsir göstərir. Yəni, antibiotiki düz seçmək lazımdır. Məsələn, gəlin, tutaq ki, hansısa bir ciddi bir xəstəlikdir, meningitdir, sepsis vəziyyətidir. Daha, yəni, sırf təsir göstərici antibiotik seçməli. Nəinki, hansısa bir kiçik anginadır və yaxud da sistitlərdir. Yəni, pielonefritdə daha ağır bir şey, müalicə metodikasını seçməliyik, nəinki sistitdə. Ona görə antibiotikin özəlliyinə fikir verməliyik. Eyni zamanda etkin mikroorqanizmanın özəlliyi. Tutaq ki, məsələn, qram bir negativ infeksiyon bir məsələdir. Tutaq ki, yəni deyəm, sistitlərə alaq. Burada qram negativ, məsələn, eşerixiyaların daha çox törətdiyidir də sistitlər xəstəlikdir və burada qram negativlərə təsir göstərən, məsələn, fosfodimizin molekulasını istifadə edirik ki, sırf sistitlərdə çox gözəl effekt verir. Amma, məsələn, yuxarı tənəffüs yolunun qram müsbət infeksiyası varsa, əlbəttə ki, biz buna təsir göstərən hansısa bir antibiotik istifadə edəcəyik. Eyni zamanda antibiotik seçərkən nəyə üstünlük veririk? Xəstəyə aid olan özəlliklər. Xəstə uşaq ola bilər, xəstə yaşlı ola bilər, xəstənin qaraciyər problemi ola bilər, qaraciyər çatışmamazlığı ola bilər və yaxud da böyrəyində bir problem ola bilər. Ona görə hansısa bir, tutaq ki, böyrək problemi, nefrotoksik bir şey, antibiotik istifadə edə bilmərik biz. Bu özəlliklərə diqqət edirik. Yəni, biz bir daxiliyyəçi kimi və yaxud da infeksionist kimi və yaxud da hansısa bir terapist kimi baxırıq, xəstəni bütöv olaraq ümumiyyətlə qiymətləndiririk və burada yəni biz deyə bilmərik ki, hə, A xəstəliyidir, buna tam elə A antibiotikini verəcəyik. Yəni, zamana görə, yəni vəziyyətə görə dəyişir. Uyğunsuz olmayan hansısa bir antibiotika istifadə edəriksə, nə baş verə bilər? Yəni, dediyim kimi, bayaq söylədiyim kimi, viral bir infeksiyadır. Viral infeksiyada əlbəttə ki, bizim antibiotik istifadə eləməyimiz
həm bir bilgisizlik olar, həkim tərəfindən doğru olmayan bir texnik olar və biz orqanizmə qarşı düzgün bir hərəkət eləmiş olmaraq qarşımızdakı bir orqanizmə qarşı və yəni də əsas məsələ də bilgisizlik kimi ortaya çıxacaq. Viral infeksiyalarda əlbəttə ki, biz antibiotikin istifadəsini etməməliyik. Məsələn, hansısa bir xəstəlik formasıdır, dediyim kimi, qram negativ bir bakterinin törətdiyi. Götürüb biz buna klindamisini təyin eləyəriksə, doğru tətbiq eləməmiş oluruq. Və yaxud da ki, dozalarının düzgün aparılmaması, məsələn, yüksək dozada antibiotikin istifadəsi həm biz toksiki təsir göstərmiş oluruq və yaxud da ki, aşağı dozada istifadə eləyəriksə, antibiotiki bu mikrobu bu antibiotika qarşı alışdırmış olaraq ən kiçik dozada verdiyimiz, ən aşağı dozada verdiyimiz dərman maddəsi antibiotiki ona qarşı qlap əmələ gətirməyinə sonraki mexanizmlərin əmələ gəlməyi növbəti slaydlarda baxacağıq. Yəni səbəb olacaq. Ona görə də tam hər birinə diqqət eləməliyik bu şəkildə və antibiotikin seçimi zamanı bizim üçün əsas testlərə baxırıq. Nə əsas verir mənə antibiotik istifadə eləyim? Hemoqrama baxırıq əlbəttə ki, xəstənin qanın ümumi analizinə, leykositozunu görürük. Eritrosit çökmə sürəti yüksəlmiş olub. Məsələn, periferik yaymaya baxırıq. Orada leykositlərin, neytrofillərin miqdarının artdığını görürük. CRP-də yüksəklik görürük. Məsələn, C-reaktiv sular. Burada qeyd eləməmişik, prekasitanin miqdarının qanda artdığını görə bilirik ki, son dövrlərdə infeksiyon xəstəliklərdə prekasitanin önəmi çox böyükdür. AGB-HS dediyim streptokok kulturasına baxılmasıdır. Məsələn, yuxarı tənəffüs yollarının anginalar zamanı yuxarı tənəffüs yollarında streptokok kulturasına baxılması və yaxud da ki, kültürlərin aparılma, kulturizasiya götürülür idrardan və yaxud da nəcisdən, eyni zamanda qandan bunun əkilməsi. Ağciyərin rentgeni, seroloji müayinələrin aparılması, ELISA testidir və digər kültürlərdir. Məsələn, digər kültürü yaradan hansısa bir kültürün götürüb onun əkilməsi. Bu şəkil, yəni biz bir klinisyen isə bütün bunların hamısına diqqət eləməliyik. Ondan sonra qərar çıxara bilirik ki, biz antibiotik bu xəstə üçün istifadə eləməliyikmi? Eləyiriksə biz bu antibiotiki neçə gün veririk? Antibiotikin hansı antibiotiki seçirik? Hansı dozada veririk? Dediyim kimi, biri var empirik tədavi təyin eləyək. Məsələn, olur xəstə, siz deyəcəksiniz, indi keçən dəfə qulaq asan uşaqlardan olarsa deyəcəklər ki, pnevmoniya daxil siz dediniz ki, bilən kimi temperaturu empirik bir tədavi seçək. Ola bilər, yəni hələ kültürün cavabı gəlmədən bəzən seçə bilirik. Amma bu zaman nə edirik? Əgər bizim bir çarəmiz yoxdur, kültürə göndərə bilmədi, əkilmə sonucumuz yoxdur əlimizdə, dar spektrli bir dənə antibiotik seçirik. Amma əslində bizim həkimlərdə çox görürük də, geniş spektrli antibiotik seçirlər ki, geniş spektrini seçən kimi xəstədə çox yaxşı effekt alır, anında effekt alırıq. Amma bu sonraki həyatı üçün xəstənin doğru bir seçim deyil də. Ona görə dar spektrli seçmək lazımdır ki, orada mikroorqanizmanın buna qarşı dözümlülük əmələ gəlmə reaksiyasını pozaq. Və xəstənin əgər vəziyyəti stabil olaraq davam eləyirsə, keçirik oral tədaviyə. Kötür sonucu gələndən sonra isə istədiyimiz antibiotika, buna uyğun olan antibiotiki artıq biz təyin eləyə bilərik. Ablası, məsələn, nə deyirik? İnfeksiyon odağını tapırıq, hardadır, nədir? Dediyim kimi, yenə bu məsələyə qayıdıraq. Məsələn, qram müsbətdirsə, qram müsbətə təsir edənləri istifadə edəcəyin antibiotikləri. Və əgər qram mənfilərdirsə, dediyim kimi, Escherichia coli'nin törətdiyi infeksiyadırsa, levofloksasin, monofloksasin molekulalarını istifadə edəcək. Qram müsbətlərdə bilirsiniz ki, bakter mazda molekulu törədənlərdən istifadə edəcək. Əgər mix bir anaerob infeksiyadır, bax, görürsünüz burada hava qabarcıqları var, burada həm infeksiya var, həm anaerob bir mühit var. Olduğu anaerob mühitin qarşısını almaq lazımdır. Məsələn, yaranın oksigenlə tələbatını artırmaq lazımdır. Biz belə bir xəstəyə, belə bir yarası olan bir xəstəyə nə qədər antibiotik versək, gündən antibiotik təyin eləsək, istədiyimiz effekti alamayacaq. Amma orada lazımdır ki, biz bu oksigenlə istifadəni yaralı mühitdə yaxşılaşdıraq, anaerob infeksiyanı durduraq, sonra da antibiotikimizi istifadə eləyək. Onda daha uyğun istədiyimiz nəticəni biz ala bilərik. Məsələn, hədəf bir
toxumadır. Hədəf toxumada istədiyimiz konsentrasiyanı toplaya bilmirik. Nə qədər oral da versək, qanla da versək, əzələ daxili, vena daxili istifadə eləsək, yəni çünki bu toxumada tutaq ki, vaskulizasiya pozulub, qanla zənginliyi pozulub toxumanın. Toxuma nekroza uğrayır. Və biz nə qədər qanla göndərsək, zaten gəlib bura çata bilməyəcək. Ona görə də mütləq belə bir absedi və yabancı cismin varlığıdır. Mütləq bir cərrahi tədaviyə ehtiyacımız var. Bir cərrahi əli lazımdır ki, burada yaranı açsın, yaranı təmizləsin. Ondan sonra verdiyimiz antibiotikin biz effektini görə bilərik. Antibiotikləri seçərkən antibiotikin nəyinə biz özəlliyinə fikir veririk? Yəni dedik, orqanizmdə dedik, yaranı, orqanizmin xəstəlik səviyyəsini aydınlaşdırdıq ki, məsələn, hansı xəstəyə necə təyin edirik. İndi gəlirik antibiotikin öz özəlliklərinə. Antibiotikin ilk növbədə güvənlik bir profili olmalıdır ki, bu antibiotikin ilk növbədə yəni istifadə olunub, bu antibiotik effektini görmüşdür və yəni istifadə olunmuş bir antibiotik növüdür. Eyni zamanda nəyə baxırıq? Plazmadakı konsentrasiyasına və yaxud da ki, toxumalarda olan konsentrasiyasına. Bu özəlliyi əsas şərtlərdən biridir. Əgər qanın plazmasına birləşmə səviyyəsi antibiotikdə çoxdursa, bu o deməkdir ki, o gedib toxumalara istədiyimiz qədər çata bilməyəcək. Ona görə də bir antibiotikin üstünlük dərəcəsi odur ki, o toxuma ilə nə qədər birləşə bilər və toxumada konsentrasiyası nə qədər yüksəkliyə qalxa bilir. O antibiotiklərin hər zaman instruksiyalarında yazılmış olur. Sonra ilac etikləşməsi məsələsinə baxa bilərik. Verdiyi hansısa bir antibiotiki yanında yanaşı bir-birinə uyğunsuz olmayan bir dərman istifadə ediriksə, antibiotikin effekti azalmış olur. Dozasına baxa bilərik. Bəzən antibiotik var, onu 12 saatdan bir təyin eləməliyik. Antibiotik var, 24 saatdan bir təyin eləməliyik. Buna riayət eləməriksə, istədiyimiz o dozanın sıxlığını qanda və yaxud da toxumalarda istədiyimiz sıxlığı əldə edə bilmirik. Bu da yenə doğru olmayan istifadə qaydasıdır. Formuluna eyni zamanda baxırıq. Dediyim kimi, formulunda yenə də qram müsbətə, qram mənfiyə təsir etmə falan bu məsələlər durur. O məsələ tutaq ki, xəstəyə tetraskilin məsələn təyin eləmişik. Onu yanaşı süd ürünləri ilə birlikdə istifadəsi doğru deyil. Çünki o mühitdə tetraskilin sorula bilmir və yaxud da mədə qoruyucu ilə birlikdə veririk, sorula bilmir. Məsələn, bunu xəstəyə deməyə lazımdır. Yəni, bütün antibiotikin özəlliklərini nəzərə çarpdırmalı istifadə edən zaman. Elədiyimiz hər hansı bir yanlış mikrobun dözümlüyünün əmələ gətirməsi üçün yaratdığımız bir şəraitdir. Məsələn, vaxtın düzgün təyin olunması, antibiotiki elə antibiotiklər var, bunu istifadə edə bilərik. Məsələn, 7 gün veririk. Ofloksacin molekulasını veririk. Tutaq ki, yuxarı tənəffüs yollarının infeksiyalarında. 7 gün yetərlidir. Gərəksiz uzatmaq, direnci artırmaq üçün bir şəraitdir. Bəzən, məsələn, streptokoku infeksiyalarında veririk 10 gün. Sinuzitlərdə 10-14 gün veririk. Otitlərdə veririk 7-10 gün. Amma hansısa bir aksionomikozlu bir xəstədirsə, 6 ay təyin edirik. Və yaxud da ki, hansısa bir absesdirsə, 6-8 həftə verə bilirik. Eyni zamanda diqqət edirik xəstənin kliniki vəziyyətinə, radioloji vəziyyətlərinə, laborator cavablarına baxırıq və bundan sonra həm də baxırıq ki, istədiyimiz müsbət effekti almışıq, biz antibiotiki artıq saxlaya bilərik. Dediyim kimi, məsələn, göbələklə olan bir elə proses olur ki, 6 ay bəzən verə bilirik. Məsələn, yəni göbələk özü də bir mikroorqanizmadır. Məsələn, onikomikozlarda tutaq ki, pus terapiyayla təyin eləyirik. 4 həftəyə saxlamaqla, yəni 4 həftəyə qədər müalicəni verə bilərik. Molekulanı istifadə eləyirik, verə bilərik. Bütün bunların hər birinə əslində diqqət eləməliyik. Antibiotikin duyarlılığına baxa bilərik. Məsələn, necədir? Yəni, bu verdiyimiz xəstə bu antibiotika cavab verə biləcəkmi, yoxsa cavab verə bilməyəcəkmi? Nəyə diqqət edir? Məsələn, baxım evində qalan bir xəstə biridir, qoca yaşlı biridir. Burada tutaq ki, və yaxud da xəstəxanalarda nə zaman antibiotikin direnci daha çox əmələ gəlmiş olur? Xəstəxanada yatanlarda, baxım evində olanlarda. Çünki onların toxunduğu səthlərdə mikrobların
mikroblar daha çox toplanmış olur xəstəxana şəraitində və mikrob dözüm əmələ gətirən, qlaf əmələ gətirən mikrob bir-birinə xəbər göndərir. İndi o mexanizmlərə inşallah ki baxarıq və daha da duyarlı bir mikrob digərinə konfiqurasiya edərək digərinə xəbər göndərir, genetik olaraq xəbər göndərir.